Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir, xoş gördük sizləri. Bugün də Nizami və dünya ədəbiyyatı, antik mədəniyyət, Yunan mədəniyyəti bu xüsusda istərdik söhbət edək. Niyə görə mövzunu bu cür qoymuşuq? Çünki ümumiyyətlə Nizaminin Avropada sevilməsi, dünyada sevilməsi, qərb mədəniyyəti tərəfindən daha rahat qəbul olunmağının əsas səbəblərindən biri kimi məncə bir məqamı mən ön plana çəkmək istərdim. O da o intibah dediyimiz məsələ ilə bağlıdır ki, mən bir neçə də bu xüsusda söhbət eləmişəm. Bu, xristiyan mədəniyyəti bilirik ki, gələndən sonra özündən əvvəlki mədəniyyətlərin bir çoxunu aradan qaldırmağa çalışdı. Küfür elan edərək aradan qaldırmağa çalışdı ki, buna Yunan mədəniyyəti, antik mədəniyyət, Şumer, Zərdüştlükdən gələn müəyyən informasiyalar, bunlar hamısı sanki unutduruldu. Amma İslam mədəniyyətində elə olmadı. İslam mədəniyyəti ki, özündən əvvəlkini inkar eləmirdi, əksinə özündən əvvəlkinin davamı və möhürü kimi təqdim olunurdu. Ona görə bu elmlərin bir çox nailiyyətləri İslam aləmində qaldı və Nizami də həmin o mədəni abidələrdən ki, tərcümə olunmuşdu şərq dillərinə, onlardan bəhrələndi və sonra 16-cı əsrdəki Avropa intibahı yenidən o antik mədəniyyəti diriltdi, dirçəltdi və müasir dövrdə təbliğ elədi və o baxımdan Nizami yaradıcılığı ilə qərb təfəkküründə üst-üstə düşən məqamlar çoxdur. Əl-xüsusda Aristotelizmin əsas kökləri ki, Nizamidə o əql, idrak məsələləri çox önə çıxarılır. Ona görə də Nizamini daha rahat qəbul edirlər, Nizamini daha çox sevirlər və Nizamini ümumiyyətlə biz dünyada şərq ədəbiyyatını necə tanıyırlar bu məsələyə baxsaq görərik ki, 4-5 klassik şərq müəllifi var ki, bunu demək olar ki, Avropanın, qərbin bütün dillərinə tərcümə olunub. Qərbin də, şərqin də. Bu Nizamidir, tutalım Rumidir, Xəyyamdır, Sədidir. Bunlar demək olar ki, bütün dillərdə tərcümələri var. Yenə konkret Nizaminin üstünə gələk, Nizaminin ümumiyyətlə qeyri-şərq mədəniyyətləri ilə kontaktı əsasən ələxüsus mən hesab edirəm ki, Yunan antik mədəniyyətindən başlayır. Çünki onun özünün də əsərlərində yazdığı kimi Yunan fəlsəfəsinə sevgisi çox böyük olub və Yunan müəlliflərinin fikirlərini çox geniş öz əsərlərində təqdim edib. Sonra ən bariz nümunəsi bunun İskəndərnamədə demək olar ki, bütün Yunan fəlsəfəsini, dövlətçilik düşüncəsini, antik mədəniyyətin ümumiyyətlə cövhərini sanki bir müsəlmanın qəbul edəcəyi bir formada təqdim edə bilib. Rağım, mən istərdim elə söhbətimizi oradan başlayaq ki, ümumiyyətlə Nizaminin özündən əvvəlki mədəni abidələrdən bəhrələnməyi ki, orada özü qeyd edir də, xristiyanlıqdan tutmuş, Zərdüştlüyə qədər, antik mədəniyyətə qədər, yəni bir çox bu məlumatları yığıb öz yaradıcılığına və gələcək nəsillərə ötürüb və mən maraqlı bir şey müşahidə elədim ki, şərq aləmində ümumiyyətlə, indi təbii ki, bədii əsərlər daha çox oxunur, nəinki fəlsəfi əsərlər. Mən neyi müşahidə edim ki, bizim sonraki dövr şairlərinin bir çoxunda elə antik mədəniyyət barəsində təsəvvür daha çox Nizaminin əsərlərindən aldıqları məlumatlar əsasındadır. Bu mövzunun özü çox böyük mövzudur. Adına baxanda Nizami və dünya ədəbiyyatı. Nizami dövrün elminə yaxından bələd olan bir şəxsiyyət olmuşdur və Nizamini də əsasən oxuculara sevdirən onun məhz bu keyfiyyətidir ki, dövrün bütün elmləri ilə onun əlaqəsi vardır. Dövrün bütün elmlərini öyrənmiş. Özü də yazırdı ki, mən Saturnla tutmuş, yer kürəsinə qədər olan bütün elmlərdən haliyəm. Və Nizami heç vaxtı oxumamış, öyrənməmiş hadisələri qələmə almayıb. Dövrün, deyək ki, bax, Nizami, məsələn, astronomik fəza cisimləri haqqında onun fikirləri var. Maddənin itməməsi, çevrilməsi qanunu haqqında onun fikirləri var. Məsələn, astronomiya, fəza cisimləri haqqında onun dedikləri hətta teleskop sonradan icad olunandan sonra dünya alimləri kəşf ediblər ki, Nizami nə qədər düz deyibdir. Yerin fırlanmasıdır, başqa bu kimi şeylərdir. Elmin özüdür. Nizamini ən çox maraqlandıran bayaq dediğim ki, fəlsəfə və tarix olmuşdur. O, fəlsəfəni və tarixi çox gözəl bilmişdi. Yunan ədəbiyyatı ilə yaxından maraqlanmışdı. Antik ədəbiyyatın bütün incəliklərinə bələd idi. Elmə bələd idi, tibbə bələd idi, Qurana bələd idi. Hətta xristiyan dinini çox mükəmməl bilirdi. Bizansla, ondan sonra başqa yerin nümayəndələri ilə onun çox yaxın əlaqələri vardı. Ona görə də Nizaminin əsərini biz oxuyanda orada doğrudan da böyük bir dərinlik görürük. Orada görürük ki, nə qədər səviyyəli bir əsərdir. Bax, Nizamini sevdirən də, oxucularına sevdirən həm bu dərinlikdir, elmilikdir, onun kamil insan olmasıdır, həm də onun yüksək poetik qabiliyyətə malik olmasıdır. Nizami bax bütün bu elmi nəticələrinin
hamısını poetik bir biçimdə xalqına təqdim edən sənətkardır. Ona görə də Nizami həmişə deməli sevilmiş və Nizami həmişə də seviləcəkdir. Çox heç təsadüfi deyil ki, Nizami artıq özünün dövründə belə məşhur idi. Və Nizamidən sonra isə onun çoxlu davamçıları oldu, onun əsərlərə çoxlu nəzirələr yazanlar oldu. Məsələn, deyək ki, Leyli Məcnun əsərini onun təxminən Rüstəm Əliyevin təbirincə desək, 100-dən çox nəzirə yazılmışdır. Bütün şərq xalqları arasında onun təsiri altında və Leyli Məcnunlar yazılmışdır. Sonra onun məsələn, Sirlər Xəzinəsi əsərinə 40-dan çox deyək ki, nəzirə yazılmışdır. Əsas da onun Xəmsəsi çox böyük ehtiram, deməli, hörmət qazanmışdır. Həmsiyə xüsusi fikir verilirdi. Xüsusilə 13-cü əsrdən 17-ci əsrə qədər Xəmsə aparıcı bir mövzu olmuşdu. Və Nizami də bu Xəmsəsi ilə mükəmməl bir sənət əsəri qoymuşdu ortaya. Bütün dünyaya meydan oxuyan bir əsərdir. Hamı tərəfindən sevilən əsərlərdir. Hətta Əmir Xosrow Dəhləvi, məsələn, bizim Hind Fars şairi Əmir Xosrow Dəhləvi ona nəzirə yazmışdı. Deyək ki, sonra... Rəvayinin Xəmsəsi olub, bəli. Bəli, sonra deyək ki, camını nəzirə yazmışdı, Əlişir Nəvai yazmışdı. Kermani təxəllüslü şair vardı, o iki dənə Kermani təxəllüslü şairlər ona nəzirələr yazmışdı. Və bu Xəmsə nəzirələri doğrudan da çox gözəl nəzirələrdir. Vaxtilə Bertis bunlara fikir verərək yazmışdı ki, əgər Nizamiyə yazılan nəzirələri araşdırsaq və onu ayırt etməyə çalışsaq, onda gərək bütün şərq ədəbiyyatını biz onda araşdıraq. Yəni Nizami ən çox sevilən, ən çox bəyənilən şairdir ki, o bu dərəcədə deməli onun əsərlərinə nəzirə yazılmışdır. Təbii ki, Nizaminin Avropada yayılması bir qədər gec baş vermişdir. Hələ əvvəlcən şərq ölkələrində olmuşdu. Dediyim bax, bu insanlar onu təqlid eləmiş, ona nəzirələr yazmış və maraqlı bir məqam da burada var ki, məsələn, Əlişir Nəvai kimi, Cami kimi böyük, dövrün böyük sənətkarları Nizamiyə nəzirə yazdıqdan sonra axırda bir dənə mütləq öz fikirlərini bildirir ki, Nizami deyir bir xəzinədir, bir dürdür, qızıldır, gümüş deyil, o ən bahalı deməli dürdür, gövhərdir. Bu gövhər xəzinəsi bu yaratdı. Bizim yaratdığımız isə misdir, flusdur. Yəni qiymətsiz bir şeydir. Onun yanında müqayisədə deyilir. Yəni bu həm etikadır, həm də Nizaminin böyüklüyündə sitayişdir. Və onlar deyirlər ki, kaş bizim bu zəhmətimizi nəzərə alıb, Nizami bizi şagirdi kimi qəbul edəydi. Görün nə dərəcədə Nizami böyük sənətkardır ki, bu böyük sənətkarlar ona elə böyük qiymət vermişdir. Ona görə də Nizami çox böyük sənətkar olmuşdur. Sonra isə təxminən Nizaminin adı 17-ci əsrdə Adam Olyarinin əsərində qeyd olunur. Adam Olyari səyahət edir, İrana və Rusiyaya gəlir. O, bu səyahəti zamanı 1636-cı ildə Şamaxıda olur. Şamaxıda olarkən o, Azərbaycan şairlərindən maraqlanır. Bir neçə şairin adını yazır, o cümlədən Nəssim kimi bir ad da yazır. 2 dənə sığına mı? Və sonralar Avropa tədqiqatçıları bunun Nizami olduğunu fərz edirlər, ancaq bəziləri də bunun üstündə konkret dayanmaraq bu Nəsimi olduğunu da deyirlər. Hər halda bu iki sənətkar sonra Avropada çox məşhur olur və onun Nizami kimi sonra qəbul edirlər. Adam Olyarıdan sonra artıq Nizami mövzusu Avropada tədricən yayılmağa başlayır. Nizaminin Avropada yayılması əsasən 18-ci əsrdən baş vermişdir. 18-ci əsrdən sonra artıq bir sıra tədqiqatçılar... Fragmentlərlə tərcümələri də çap olunmağa başlamışdır. Onun əsərlərdən tərcümə edirlər, Nizami mövzusundan müraciət edirlər və getdikcə Nizaminin şöhrəti çox qalxır. Deməli, Avropanın bütün yerlərində, başda Höte olmaqla, başqa digər sənətkar, Bexer və başqaları Nizaminin irsini geniş şəkildə tədqiq eləməyə və öyrənməyə başlayırlar. Ancaq Rusiyada bu bir qədər sonra baş verir, 19-cu əsrdə baş verir və Kraşkovski, Krimski özünün əsərində deməli Nizamidən yazmağa başlayır və Nizamini artıq yavaş-yavaş deməli geniş şəkildə ictimaiyyətə təqdim edirlər. Bertes məsələn onun Nizaminin vurğunu idi. Özü milliyyətçə bildiğiniz kimi başqa millətin nümayəndəsi və Nizami haqqında elə yüksək fikirlər söylüyor ki, həqiqətən ona qibtə etmək olar. Bertes yazır ki,
Nizami haqqında yazılan, yalnız bunu demək olar ki, onun yaradıcılığı bizim üçün heç cürə izah edilə bilməyən bir möcüzədir. Görün, nə qiymət var, ha? Hər bir fikir onun qələminə öz poetik və bədii ifadə formasında hazır gəlmişdir. Sanki qeybdən gəlib, Allahdan gəlmişdir. Hər halda dünya ədəbiyyatında belə bir hadisəyə yanaşı qoymaq üçün ikinci bir şəxs tapmaqda mən çətinlik çəkirəm. Bunun artıq Nizamiyə nə qiymət verəsən? Bütün şərq ədəbiyyatı üçün istər Əflatunun adı, istər Ərəstunun adı, istər Sakratın adı, bunlar həmin o fəlsəfi əsərlərdən daha çox Nizami şeirləri ilə yayıldı. Yəni ki, sonraki şairlərin də dilinə artıq Əflatun bir müdrik bir filosof kimi düşdü, Ərəstun bir müdrik bir filosof kimi düşdü. Bunların ideyalarının bir-birindən fərqi nədəydi? O Nizaminin təbiri ilə daha. Çünki açıq etiraf edək ki, o filosofların əsərləri vardı şərq ədəbiyyatında, şərqdə. İbn Sinanın şərhləri var idi onlara filan. Amma bu fəlsəfi əsərlər müasir dillə desək daha az tirajla yayılırdı da, nüsxələri az idi. Amma Xəmsə şərqdə... Dildən dilə yayılmırdı. Şeir belə idi ki... Şeir var. Amma Xəmsə şərqdə ən çox nüsxəsi olan əsərlərdən biridir. Bəlkə də birincisidir. Çünki yəni o qədər çox üzü köçürülüb ki, yəni hər yerdə bir xəmsə olub, bir hökmdarın, şahzadənin, bir ziyalı adamın, yəni belə demək olarsa o dövründən götürək, dövrünün bir 500 il ərzində bestseller olmuş bir əsərdir ki, ən çox insanların əlində bu olub və ona görə də insanlar oradan öyrənirdilər. Yunan mədəniyyəti nədir, Xosrov şiirindən öyrənirdilər, qədim İran mədəniyyəti nədir, sonra 7 gözəl bizə ümumiyyət o, belə deyək də, Pleyadanı verirdi ki, sənin ətrafında hansı xalqlar yaşayır, bunların nə adətləri var, nə ənənələri var. Yəni xəmsə, bilirsiniz, bilmirəm də, indi o bir təsadüfi bir şeydirmi, yoxsa nizami məqsədli şəkildə onu eləyib. Ümumiyyətlə, insanın, şərq insanının, ki biz bilirik də, indiki dövr kimi internet dövrü olmayıb, kitab bu qədər çox deyildi. Yəni, sanki bir əsərdə bir ziyalının dünya görüşünü formalaşdıra biləcəyi qədər məlumat var. Yəni, sən orta əsrlərdə bir adamın əlinin altında xəmsə olaydı və onun hamısını bir stolüstü kitabı kimi oxumuş olaydı, o oradan İslamın təməllərini də öyrənəcəkdi. İslamdan əvvəlki elmləri də öyrənəcəkdi. İslamın özünün o texniki elmləri var, Rəqum mənim dedi, o səmavi elmlər, astronomiya, fizika, kimya, bunu ilə də bağlı nələrsə öyrənəcəkdi. Əxlaq normalarını öyrənəcəkdi, tarix öyrənəcəkdi. Yəni, o sənə, o dövr üçün bir ziyalı formalaşdırmağa kifayət edəcək qədər baza var idi onun içində və Nizami də ona görə bu qədər çox yayılırdı, çox sevilirdi ki, onun da nəticəsində bunun içərisində bir maraqlı detal olur ki, bu hamısı hikmətlə ortaya çıxır. Yəni, bunun ardıcan da şair təkcə sual qoymur ortaya. Eyni zamanda hamısının cavabını verir. Nizami ümumiyyətlə həmişə seçdiyi mövzuya çox yaradıcı yanaşırdı. Məsələn, adicə deyil İskəndərnamədən bayaq danışır İskəndərdən. Məlum həqiqət İskəndər İranı alandan sonra Misirə qayıtdı, getdi, da bu tərəflərə gəldi. Ancaq Nizami nədir? Nizami İskəndəri əlində silah elədi. Bütün fikirlərini, fəlsəfi, elmi, dini, başqa o ədaləti və ilə və s. şahlar üçün nə deyəcəksə onun hamısını İskəndərin simasında bütün oxucularına çatdırdı. Ona görə də Nizami məsələn bayaq deyirik, o xəmsəni mən bayaq da dedim, 13-cü əsrdən 17-ci əsrə qədər xəmsə aparıcı mövzu olmuşdu. Mənə görə, çünki Nizaminin xəmsəsində hər şey var. Elmilik də var, fəlsəfə də var, antiklik də var, hər şey var. Nizami bütün onların hamısını vaxtıyla aldığını, öyrəndiyini öz laboratoriyasından keçirib, həzm eləyib, onu gələcək oxuculara təqdim etmişdir. Ona görə də Nizami doğrudan da böyük sənətkar olmuşdur, ötürücü bir sənətkar olmuşdur. İskəndər, yəni Aristotelin tələbəsidir. Və Nizami Gəncəvi göstərmək istəyir ki, o tərbiyəni alan bir şəxs belə İskəndər olmalıdır. Yəni əslində demək istəyir ki, Avropa üçün də bir mesaj idi bu ki. Onun üçün bir nümunə qoyulur. Yəni Avropa, sən ki bu məsəl üçün dəyərlərə sahibsən, bu cür sənin keçmişin var, bu cür sənin klassik mədəniyyətin var, bunun üzərində sənin quracaq biləcəyin dövlətlər ya quracağın cəmiyyətlər bu İskəndərin qurduğu dövlət kimi olmalıdır. Yəni İskəndər bir növ Avropadan Şərqə həmin o Aristotelin ideyalarının götürücüsüdür və Şərqdə nə üçün bir barışıq var orada və bəzən müharibələr var, bəzən dostluqlar var. Əslində İskəndərin dilinə onu demək istəyir, bu mədəniyyət ki Avropadan gəlir, o yerli mədəniyyətlə toqquşduğu zaman, yəni heç düz gəlmədiyi zaman orada müharibə yaranır. Harada ki o yerli mədəniyyətlə onun arasında bir bağ yaranır, o
barış yaranır, onlar bir-birini qəbul eləyirlər, güzəştlər yaranır, onda O barışın maraqlı nümunəsi nədir? Biz indi sırf bir antik mədəniyyət deyəndə bir çox alimlər qeyd edirlər ki, ümumən antik mədəniyyət özü də bir xalqın yaratdığı mədəniyyət deyil. Yəni sadəcə dövrün yaratdığı mədəniyyət deyək ona. Hətta deyərdim ki, özündən əvvəlki Misir elmləri, hermenevtikası, Şumerin elmləri, Hindistanın elmləri, bunlar ki, o Aralıq dənizi hövzəsində yığılıb və sadəcə Yunanlar bunu kağıza köçürüblər. Ona görə də o şeylər qalıb.